Vətən Yaraları hekayəsinin müəllifi Lumun Mircəlan. Vətən Yaraları hekayəsi hansı ədəbi növdədir? Rəna epik növdədir. Nə əsasdır? Tək əsasdır. Sizcə Vətən Yaraları hekayəsində deyilən fikirlər kimin dilindən səsləndirilir? Bir Mahmud? Yoldaşların birinin dilindən. Sizcə hekayənin nəql edən yoldaşın adı çəkilirmi? Minə? Xeyr. Hekayənin nəql edən əskərdən başqa hansı yoldaşların adı çəkilir? Xəzən? Lətif və Nəsrəddin. Düzdür. Sizcə hekayənin nəql edən şəxsə görə neçə ömür yaşamaq istəyir o? Ali? 2 ömür yaşamaq istəyir. Necə? Çətinliklər atladım, yəni keçirlər atladım, hamısını həyatda dərk edeyim. İkincisi də deyir ki, anamın istəməməsində doğulur. Düzdür. Bəs biz bu hekayədə hansı şəraiti görürük? Yəni müəllif bunu hansı şəraitdə danışır? Türkan? Müharibə şəraitində. Biz orada az da olsa müharibə səhnələri görürükmü? Bülbül? Bəli. Doğrudur. Hekayənin nəql edənin necə yaralandığını görürükmü? Yəni necə yaralandığını, bu hissləri necə keçirdiyini, nəyə bənzədiyini, bu fikirlərlə rastlaşırıqmı Akkız? Bəli, düzdür. Yaxşı. Deməli, hekayəni nəql edən şəxs 2 dostu var idi. Biri Nəsrəddin, digəri isə Lətif idi. Sizcə bu Nəsrəddin və Lətiflə harda tanış olmuşlar? Öncə Nəsrəddinlə danışaq. Nəsrəddin kim idi? Jalə. Lətiflə də cəhbədə tanış olmuşlar, düzdür. Həmin nəql edən şəxs hara göndərilir? Yəni bu qədər yaralandıqdan sonra deyir ki, mən ölümün dadını hiss elədimmi? Yoxsa ömrün dadını hiss elədimmi? Deyir, ən azından öləndə Əzraillə soraqlaşdınmı? Yoxsa qəfil gözünü açıb özünü hardasa görür? Gözünü açıb özünü xəstəxanada görür. Düzdür. Hansı xəstəxanaya yerləşdirilmişdi? Səhər xəstəxanasına, düzdür. Kim idi orada? Kolayır kəndindən olan kim idi? Kolayır kəndindən olan Zeynalva? Lətif. Lətif kimin oğlu idi? Mina xanımın. Bəs ailəsinin vəziyyəti, atası? Anasının xarakterini nəql edən şəxs necə izah edir? Deyir ki, onu görəndə ona yer verirdi. Yəni hər kəs onun yanında Aha, özünü necə aparırdı deyir? Özünü necə aparırdı? Kənddə nümayəndə kimi idi də, yəni kənddə nümayəndə idi, hər məclisdə öndə olurdu. Sizcə anası ilə Lətifin xarakterindəki ziddiyyət nə idi? Mir Mahmud? Lətifin anası Mina xanım əsasən kənddə nümayəndə olduqda bir də görünür ki, qələmin ucu ilə stolun üstünə vurar, özünü göstərmiş kimi çıxardardı. Amma Lətif anası Mina xanımdan fərqli olaraq yüngül ayaqlıq edərdi, köməki gedərdi, əsgərlərin yataqlarını düzəldərdi. Aha, düzdür. Lətif bu dostlardan, bu yoldaşlardan təxminən nə qədər kiçik idi yaşda? Minə? 2 yaş kiçik idi, düzdür. Bunların yatacaq yerləri necə təsvir olunurdu əsərdə? Bunların yatacaq yerləri necə təsvir olunurdu ki, hər gün onu Lətif hazırlayırdı? Bir Mahmud? Yatacaq yerlərini hazırladıqdan sonra elə çox yorğun olanların hələ qazların başının altına qoyub yatırdılar. Aha. Yatacaq yerləri harda idi özdə? Torpaqda. Torpağın üzərində hazırlayırdılar, doğrudur. Sizcə nəql edən şəxs, yəni yaralı əskər səhər xəstəxanasında yatanda həkim və tibb bacısı, şəfqət bacısı icazə verirmiydi ki, bunu ziyarətə gəlsinlər? Dəniz? Yox, deyirdi yatırıb, onu yola verirdi.
kimi yatıb gedən yeri yollayırdı geri. Aha. Bəs buna yaralı əskər necə cavab verir? Yəni necə reaksiya göstərir? Ki yatmamışam, gördülər gəlsin içəri. Düzdür. Bəs dostları içəri, yoldaşları içəri girəndə Şəfqət bacısının qorxusu nədəndir? Yəni nədən çəkilir, nədən qorxur? Həkim deyərdi ki, çox gözlətmədi içəridə. Aha. Təxminən nə qədər vaxt verir ki, siz bir-birinizlə danışın? Sevinç? 2-3 dəqiqə deyir ki, bir-birinizlə söhbətləşin, sonra amma mütləq otağı tərk eləməlisən. Düzdür. Nəsrəddinin ilk rastlaşması yaralı əskərlə, yoldaşı ilə necə olur? Yəni necə təsir bağışlayır? Onların ilk görüşü necə olur? Bir Mahmud? Nəsrəddin və həmin tanışan şəxs söyləyir ki, əsasən Nəsrəddini gördükdə mənim yadıma məktəbli uşaqların qarşıda birinə bağladığı çanta yadıma düşür. Onu belindən tutub dartışdırardı. O ha belə ki, dönmək istəsə də bizi görmək istəsə də çönüb bizi görə bilməz. Aha. Yoldaşını nəyə bənzədir? Hansı ağaca bənzədir? Yoldaşını hansı ağaca bənzədir? Qovaq ağacına. Afərin sənə. Deyir ki, sən bu yaradan sağalandan sonra özünü qovaq ağacı kimi bərkimiş görəcəksən. Doğrudur. Və onlar yenə də ümid edirdilərmi ki, vətənə sağ-salamat qayıdacaqlar. Yəni bu hekayədə bir inam, gələcək inam, nikbin hisslər aşlanırmı? Düzdür. Doğrudur. Yaxşı. Məhəmməd, sən sualımıza cavab ver görüm. Nəsrəddin istəyir ki, yoldaşı yaralı olduğu üçün onu göndərəcəklər, sağalma müddətinə qədər cəbhədən uzaqlaşdırıb göndərəcəklər öz yerlərinə, öz ərazilərinə. Bu zaman Nəsrəddin istəyi ona nə olur? Nəsrəddin nə istəyir ondan? Türkan? İlk mənim anam tutacaq, o Nəsrəddin gedirsin, Nəsrəddinə qovuşsun. Ona deyir ki, kitabxanaya bax, orada mənə biletini dururlar. Aha, düzdür. Sonra yenə əsas soruşur ki, buna məktub yazan varmı? Bunu yada salan varmı? Universitetə deyir ki, ən azından mənim deyir abunə kağızım olmalıdır orada. Soruş, gör o dururmu? Bəlkə də deyir kitabxanaçı fikirləşir ki, bu niyə gəlib getmir bura? Doğrudur. Bəs Lətif Nəsrəddin sözün kəsir. Lətifin istəyi nədən ibarətdir? Lətifin istəyi nədən ibarətdir? Ləman? Deyir ki, kəndə gedəndə olsa anam xəbərini eşidəcək, gələndə onun yanında oturur, qulağı oğul səsi eşitsin və bizim məktəbdə dəyərsən, görərsən orada Ədil müəllim oradadırmı, uşaqların xatırlayır. Aha. Yenə də bu dəfə də Nəsrəddin Lətifin sözünü kəsir. Yenə Nəsrəddinin istəyi nədən ibarət olur? Minə? Bizim evdə 1-2 gün qal, sonra mənim tarımı götür, tozunu al, tərgəhə ifa elə. Düzdür. Doğrudur.